Salam dostlar, bugün yeni bir video ile karşınızdayım. Bugün ne videosu çəkirəm? Uşaqlar, bəziləri bizə lazımdır, məsəl üçün uşaqlar dostlarımızla oynamaq üçün. Bunun üçün məsəl üçün ekran kartımız çatmır, kompüterin ekran kartı zat pisdir. Onda necə bunu telefonla yükləmək olar, telefonla oynamaq olar. Sonra da bunu özünüz bəzi YouTube'da araşdıra bilərsiniz ki, klavye və fare necə bağlanır. Oradan da onu bağlayıb eləyə bilərsiniz. İndi mən sizə bunu necə telefona, Javanın telefonunda oynamaq olar, onu göstərəcəm. İnşallah sizin üçün bu video yararlı olar. Onda videomuza keçək. Uşaqlar, ilk öncə Play Marketə giririk. Bura Mojo Launcher yazır. Mojo Launcher. İndi məndə var, açıram. Siz yükləyib oynayın. Sonra buradan elə bil gəldi bura. Burada hesab var. Hesab əlavə edin. Sonra buradan bunun öz şeyini seçirsiniz. Baxın, Create, Install, Optifine. Telefonda kastığı üçün Vanilla Install seçin. Sonra burada nəsə ad qoyun. Buradan Install Race'dən, buradan Snapchat'dan elə bil necə deyim, sürümünü seçirsiniz oyunun. Sonra buradan bunlara dəyməyin, şeyləri, kontrol ayarlarını poza bilər. Altdakiləri özünüz ayarlayın, ağzınıza gələn bir fərq eləmir onsuz da. Mən bilmirəm, amma eləyə də fikir verməyin, boş şeydir. Sonra onu elədikdən sonra burada məsəl üçün girirsiniz. Burada da sürümlər var məsəl üçün. Oradan seçdiyiniz sürümü məsəl üçün. Baxın. İndi bir dənə buranı ayarlayırıq. Ayarlayayım mən özüm. Adı belə. Qlobal istifadə. Buna dəymirik, bəli. Data Victory. Qlobaldan istifadə rejimi. Bura gizli şeylər yazırıq. Buna da heç mən də bilmirəm. Buna belə bir şey yazırıq. Buradan da bütün versiyalar sürətli. Saxlayın. Sonra bura gəlirik. Bu bayaq elədiyimiz şeydir. Buna basırıq. Sonra buradan Create New'dən bir dəqiqə. Sonra da buradan bir dənə hesab əlavə edirik. Hesab. Sonra da o gələcəyə bura. Onun üstünə basırıq. Sonra yükləyə basırsınız. Siz oynaya basırsınız. Oyuna olacaq. Onda basandan sonra orada sizə yükləmə başlayacaq. Məndə indi başlamır. Çünki mən yükləmişəm də onu. İndi baxın, istəyirsiniz basım yükləyə görün. Oyuna keçim göstərim sizə. Oyuna daha doğrusu elə deyək də. Baxın, tez bazar yükləyir. Yüklədi. İndi oyuna keçək göstərəcəm. Uşaqlar, kayıta başladım. Baxın, belə bir şey olur. Bura basırıq. Buradan düymə əlavə etə basdıqdan sonra burada elə bir dənə yer çıxır. Buradan istədiyiniz bir düymə əlavə edə bilirsiniz. Sonra onu işlədə bilirsiniz. Mən istəyirəm. Oyun işləyir bu arada. Təkrar basıb çalışdıra bilərsiniz. İndi kayıtda olduğum üçün nəsə şey olur. Error verir. Amma sizdə olacaq da. Ondan qorxmayın. Uşaqlar, girdiyim basdım üstünə. İndi oyuna keçirik. Uşaqlar, oyunu şey elədim, açdım. Biraz belə qəribə görünür, amma siz klavye zat taxdıqdan sonra oyun dəyişəcək. Daha rahat oynanabilir hava gələcək. Və video bu qədərdir. İnşallah sizin üçün keyifli və öğretici bir video olmuştur. Sağ olun, görüşene dek. Bye bye.